Dedilər ki, bu əmisidir, bunun əmisi oldu, bu bibisidir. Görün nə qədər bunlar mütəxəssis idilər ki, adama baxmaqla İmam Cavad əleyhissalam baxırdılar, dedilər ki, bu bunun əmisidir, bunun dayısıdır, bu nə bilim nə, dayısı yox, əmisi, bibisinin əmisi oğludur belə. Atası burada deyil. Dedilər bir də baxın, bu onlardan bir bax dedi ki, o tərəfdə o bostançı ki vardı, əlində lapatkası vardı. Əgərsə atası varsa bu məclisdə atası odur. Ondan sonra bu fitnə ortadan qalxdı. Xülasə Bəni Haşim qəbul edilər ki, doğrudan da İmam Cavad əleyhissalam İmam Rıza əleyhissalamın oğludur. Yəni gör nə qədər belə deyək də axmaqlıq deyim, yəni bir həddə gəlib çatıb ki, biz mən dəfələrlə bu söz deyirəm ha, çox demişəm bu sözü. Bizim hal-hazır ki, şiələrin belə deyək, o zəifinin imanı, imamların dövründə yaşayan səhabələrin o fövqəladə yuxarı sahabələr demirəm, o normal insanların imanından çox-çox yuxarı idi. Bizim indi imaməti olan imanımız ki, imam xəta eləməz, imam səhv eləməz, imam məsumdur, imam bir şeylər ki, artıq bizim üçün yəqin o dövrdə